Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Astara rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı geniş miqyaslı əməliyyat tədbiri həyata keçirilib. Keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Anar Novruzov və Talih Məmmədov saxlanılıblar. Əməliyyat zamanı onların üzərindən 62 kiloqram psixotrop maddələr əlavə edilmiş marixuana aşkar edilərək götürülüb. Qanunsuz dövriyyədən çıxarılan bu miqdar narkotik vasitənin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirildiyi müəyyən edilib. Saxlanılan şəxslər ilkin ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından aldıqlarını bildiriblər. Hazırda həmin şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar genişləndirilir. Daxili İşlər Nazirliyindən bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ölkə üzrə fasiləsiz şəkildə davam etdirilir. Dilbər Vüqar qızı, Bölgə TV.